Bütün mexanizmlər artıq tükənib. Tofiq Yaqublunu necə xilas etmək, xalq iradəsini necə ifadə etməklə bağlı neçə müddətdir ki, Xalq Cəbhəsinin Milli Şuranın strukturlarında müzakirələr gedirdi. Nəhayət bu müzakirələr miting təyin etmək qərarı ilə başa çatdı və mən bugün deyə bilərəm ki, deməli 27 aprel növbəti bazar gününə Xalq Cəbhəsi və Milli Şuranın rəhbər heyətinin müraciəti ilə artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Bilirsiniz, mövcud qanuna görə razılıq almaq üçün 5 iş günü olmalıdır. Ona görə də gələn həftənin bütün iş günləri onların müzakirəsinə nəzərdə tutulur. Ona görə belə nisbətən uzaq bir müddət təyin olunur. 27 aprelə Bakı şəhərində belə deyək də hər hansı bir mübahisəyə də yer verməməkdən ötürü biz bu dəfə şəhərin mərkəzində hansısa bir yerlər tələb eləmirik. Elə 6 il bundan qabaq Mehman Hüseynova azadlıq tələbi ilə sonuncu mitingi keçirdiyimiz Məhsul stadionuna mitingi təyin etmişik. Deməli 27 aprel saat 3-ə Məhsul stadionuna miting təyin olunub. İndi orada kimsə düşünə bilər ki, deməli Məhsul stadionunda görürsünüz orada nələrsə qazıblar, neyinlər, o yarım saata düzələn bir işdir. Siyasi iradə olmalıdır burada. Və biz düşündük ki, necə ki 6 il bundan qabaq, o zaman təkcə Mehman Hüseynovun da məsələsi deyildi. Artıq siyasi məhbuslara ikinci dövrə, yadınızda varsa, deməli, cinayət işləri başlanmışdı və biz o zaman Azərbaycan xalqının iradəsini ifadə edərək mitinglə bağlı qərar verdik. O zaman hələ hökumət mitinglərə qadağa da qoymamışdı və biz deməli həmin mitingi keçirdik. Çox kütləvi miting oldu. Mehman bəy də azadlığına qovuşdu. 53 nəfər başqa siyasi məhbus da azadlığına qovuşdu. 4 milyard manata qədər Azərbaycan hakimiyyəti sosial problemlərin həllinə pul xərcləməli oldu. Biz eyni şeyi təkrarlamaq istəyirik. İndi burada əlbəttə ki, başa düşürəm ki, bir çoxlarınız haqlı olaraq düşünəcəksiniz ki, razılıq verməyə bilərlər. Mümkündür, razılıq verməyə bilərlər. Amma biz özümüzü hələ ki, ona hazırlamayaq. Mən birinci hər kəsdən təklif edirəm, istəyirəm ki, bu mitingin kampaniyası kütləvi şəkildə keçsin. Bilirsiniz, mitingin kampaniyası da özü qədər önəmlidir. Azərbaycan hökumətidir, Azərbaycanı müşahidə edən beynəlxalq təşkilatlar da görməlidirlər ki, belə bir ağır şəraitdə belə Azərbaycan müxalifəti son çarə olaraq miting keçirməklə bağlı qərar verə bilib. Yəni bir ölkədə ki, 360 nəfər siyasi məhbus var, heç bir müxalifətə fəaliyyət azadlığı yoxdur. Bir ölkədə ki, hətta mənim məsələn sürücü, mühafizəçilərim belə həbsdədir. Partiya rəhbərliyinin, partiya fəallarının onlarla üzvümüz hal-hazırda həbsdədir. Tofiq Yaqublu kimi insan məhv edilir. Azərbaycanın demək olar ki, bütün populyar müstəqil jurnalistləri, bütün populyar vətəndaş cəmiyyəti fəalları həbsdədir və belə bir ölkədə biz yenə də dinc miting keçirmək iqtidarında olduğumuzu ortaya qoyuruq. Biz mitinglərə 10 minlərlə insanı toplayıb orada Tofiq Yaqubluya azadlıq şüarı səsləndirəcəyimizə inanırıq və bu bizim özgüvənimiz və cəsarətimiz. İndi hökumət cavab verməlidir, bilirsinizmi? İndi bu yaxınlarda İlham Əliyev çox böyük iddialarla danışırdı ki, beynəlxalq mətbuat nəyə görə Azərbaycan hakimiyyətini diktatura elan edir? Niyə görə Azərbaycan hakimiyyətinin haqqında diktatura kimi danışırlar, belə təəssürat yaradırlar? Bu yaxınlarda Xarici İşlər Nazirliyi də Avropa Şurası Parlament Assambleyasının prezidenti ilə bəyanat davasına çıxmışdı ki, nəyə görə İlham Əliyev haqqında diktator ifadəsi işlədi? İndi buyursun, Azərbaycan hökuməti bütün dünyanın qarşısına göstərsin ki, Azərbaycan diktatura deyil. İlk növbədə Tofiq Yaqublunu azad eləsin. Xalqın mitinglərinə imkan versin. Deməli, və göstərsin ki, diktatura deyil. Yox, əgər sən Tofiq Yaqublunu məhv edirsənsə, insanların bu qədər hüquqları əlindən alınmış, heç bir imkanı olmayan, əslində normalda miting harada təşkil olunur? Azad mətbuat olur, vətəndaş cəmiyyəti olur, müxalifətin mətbuat vasitəsilə xalqa təsir eləməyə imkan olur, müxalifətin qərargahı olur. Bunların heç biri olmadan belə biz əgər miting istəyiriksə və sən hətta bu imkanı da qapadırsansa, necə çıxıb cəmaata, beynəlxalq aləmə deyəcəksən ki, bizi diktatura elan etməyin? Mən burada haşiyə çıxıb bir neçə kəlmə də tanınmış jurnalist Əvəz Zeynallah haqqında danışmaq istəyirəm. Hər kəs bilir artıq, sosial şəbəkəli izləyənlər xəbərdardırlar. Çox təəssüf edirəm, mən çox məyus oldum. Əvəz bəydən ağır xəstəlik deməli aşkarlanıb. Artıq onun bağırsaqlarından başlamış xərçəng xəstəliyi
qaraciyərinə gəlib çatır. Metastaz verir. Yəni insanın həyatı həqiqətən ciddi təhlükə altındadır. Yəni bu gün onu azad eləsən, bu gün ən yaxşı dünyanın klinikalarına göndərsən, təminat yoxdur ki, onu xilas edə biləcəksən. Amma onu hələ də saxlayırlar həbsxanada. Yaxşı, sən Əvəz Zeynalını ölümə məhkum eləməmsən, amma bu gün öldürürsən də adamı. Və hamı da bilir ki, bu ölkənin talan edilməsinin məsuliyyətini Əvəz Zeynalını daşımır axı. Bu ölkədə korrupsionerlərin, oğruların, rüşvətxorların kim olduğunu bütün millət bilir də. Sən indi ölkənin tanınmış jurnalistlərindən birini, tanınmış ictimai xadimini bu şəkildə məhv edə bilməzsən axı. Yaxud əgər Əvəz Zeynallı kimi adamı məhv edib, Tofiq Yaqublu kimi adamı məhv edib, insanların hətta bu məhdud şəraitdə də toplaşmasına imkan vermirsənsə, o zaman nəyə görə narazılıq edirsən ki, Azərbaycan diktatura adlanır? Bəs nə adlandırsınlar Azərbaycanı? İndi hesab edirəm ki, əlbəttə ki, Azərbaycan hakimiyyəti üçün də bir seçimdir. Əgər ağılla davransalar, yaranmış vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər, elə toplumun da xeyrinə olar. Tofiq Yaqublunu azad eləmək, bu mitingin keçirilməsinə imkan yaratmaq, Əvəz Zeynallını azad eləmək və buradan başlayaraq digər siyasi məhbusların da azadlığına keçmək Azərbaycan cəmiyyəti üçün bir yüngüllük gətirər. Azərbaycan hakimiyyəti də ondan sonra mübahisələndirər ona diktatura deyənləri. Amma bunu eləməyəcəksənsə özü yıxılan ağlamaz. Ondan sonra heç kəsə gülə eləməyə haqqın olmayacaq. Və indikindən də ağır epitetlər deyəcəklər Azərbaycan hakimiyyətinin haqqında.